İmtahana hazırlaşanda elədiyim ən böyük səhv mahnıya qulaq asa-asa test işləmək olub. Açırdım gecə saat 2-də, 3-də türk mahnıların, xarici mahnıları, riyaziyyat işləyirdim. Bütün gecə demək olar ki, mahnıya qulaq asırdım, mahnıya müşayiət eləyirdim, test işləyirdim. Testi işləyib bitirəndən sonra mənə bir özgüvən gəlirdi ki, partlatdım, bütün testlərim düz olacaq. Düz olurdu da, yəni deyim ki, səhv olurdu, yox, düz olurdu. Amma gedirdim hazırlığa, müəllim deyirdi ki, bu testi necə yazmısan, izah elə. Təbii ki, izah edə bilmirdim, çünki heç nə yadımda qalmayıb. Yadımda qalan ancaq mahnının sözləri idi, çünki mahnını oxuya-oxuya testi işləyirdim deyə avtomatik olaraq testi işləyə bilirdim, amma heç nə beynimdə qalmırdı. 10-cu sinifdə sınaqlara gedirdim, riyaziyyatdan 14-15 düz yazırdım. Düzdür, orada mənim diqqətsizlik səhvlərim də olurdu. Cavabı A görüb B yazırdım və s. Amma sonda neylədim? Mahnını tamamilə kəsdim. Həyatımdan çıxartdım mahnını. Test işləyəndə təbii ki, yolda falan qulaq asırdım. 11-ci sinifdə mahnısız test işləməyə başladım. Humanitar fənlər elədi ki, onsuz da orada mahnıya qulaq asmaq olmur. Amma riyaziyyat, kimya, fizika bu kimi fənlərdə mahnıya qulaq asır ki, adam həm gecə yuxu tutmasın, həm də ki, güya motivasiyasını artırsın. Mahnını tamamilə kəsəndən sonra hiss elədim ki, artıq mən yazdığım testlərin izahını başa sala bilirəm. Bir gün, 2 gün sonra yadımdan çıxmır. Müəllim deyəndə onu izah eləyə bilirəm və beləliklə riyaziyyatımı tam şəkildə maksimuma çatdırdım. Bizim vaxtımızda 25 sual idi. 25-dən 25-ini də düz yazmışdım riyaziyyatı və düşünürəm ki, vaxtında ayırmışam ki, mahnıya qulaq asmaq mənim fikrimi dağıdır. Ona görə də mahnıya qulaq asmamışam və nəticəmi artırmışam.